Mən Sadıqov Vüsal Alxanoğlu 23 noyabr 1988-ci ildə Ağstafa rayonunun Sadıqlı kəndində anadan olmuşam. 2014-cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Akademiyasını bitirmişəm və leytenant hərbi rütbəsi almışam. Və eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarının sırasında zabit olaraq xidmətə başlamışam. 27 sentyabr 2020-ci il tarixdə Cənab Ali Baş Komandanımızın müvafiq əmri ilə döyüşlərə qatılmışam. Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Cənab Ali Baş Komandanımızın Kəlbəcərin azad olunması uğrunda medalı və hərbi xidmətlərə görə medalı, qüsursuz xidmətə görə medalı ilə təltif olunmuşam. Döyüşlər zamanı ağır yaralanmışam və hərbi qospitala yerləşdirilmişəm. Həkimlərin bizlərə göstərdiyi yüksək peşəkarlıq nəticəsində həyatda qalmışam və eyni zamanda sağlamlığım imkanları əl vermədiyi üçün ordu silahlarından ehtiyata buraxılmışam 2-ci qrup əlillik verilməklə. Cənab Ali Baş Komandanımız mənim məişət şəraitimin yaxşılaşdırılması məqsədi ilə evlə təmin etdi. Və hər kəsə bu həyatda öz uğurunun arxasınca getməyi arzu edirəm.